İsrailin İrana indirdiği hava zərbələri zamanı bir hədəf var. Bu hədəf də onların bayaq qeyd etdiyimiz kimi nüvə obyektləri ilə bağlıydı. Amma bu məqamda əgər burada münaqişə yaranıbsa, tərəflər arasında ciddi bir qarşıdurma varsa, hərbi güclərin müqayisəsini nəzərdən keçirmək yerinə düşər. Baxaq görək, ümumiyyətlə İsrail ilə İran arasında hərbi güclərin deməli, balansı necədir? İranın 610 min əskər sayına, yəni əskər sayına malikdir, amma İsrail 170 min. Burada biz artıq görürük ki, İranın bir üstünlüyü var. Zirehli texnika baxımından isə İranın üstünlüyü var, 65 min. Zirehli texnika tərəfindən tanklara baxanda 43 və döyüş təyyarəsi 186-ya məxsuslu 186 ədəd deməli İranın döyüş təyyarəsi var. İsrail isə bu məsələdə bir qədər üstündür, biraz fərqlənir, 241 döyüş təyyarəsi. Helikopterlərin sayına görə də yenə İsrail öndədir, 146 və İranda isə bu 129 ədəd göstərilir. Hərbi güclərin digər bir bölməsinə gələndə isə artıq burada helikopterlərdən fərqli olaraq İran bir balaca üstünlük təşkil edir. Tankların sayından danışmaq istəyirik. 1996 ədəd tank İrana məxsusdur. Hərbi güclərinin balansında İsrail isə bundan bir qədər az sayda tanka məxsusdur. Bu isə 1370 ədəd təşkil edir. Müdafiə büdcəsinə gəldikdə isə əlbəttə ki, bu qədər texnikaya, hərbi qüvvələrə malik olan ölkələr üçün o müdafiə xərclərinin də bir rolu var. Hansı ölkə buna nə qədər vəsait xərcləyir? Burada biz görürük ki, artıq İsrailin müdafiə xərcləri kifayət qədər çoxdur, fərqlənir. Yəni İrandan dəfələrlə fərqli bir rəqəmə malikdir. Nə qədərdir İsrailin müdafiə xərcləri? 24,4 milyard dollar. Bəs İrana nəzər yetirdiksə bundan aşağı bir rəqəmlə biz tanış oluruq. 9,9 milyard dollar civarında İranın deməli hərbi büdcəsi var. Gördünüz balansları, aradakı fərqləri gördünüz. Nə qədər deməli hansı ölkə, hansı texniki gücə və yaxud da ki hərbi qüvvəyə, canlı qüvvəyə malik.